Salam uşaqlar, bu gün sizinlə kimya bütün qəbullar PDF-dən ilk sınağın izahını paylaşıram. Yəni birinci qrup 2007-ci il nömrə 1 sınaq imtahanını. Başlayaq birinci sualdan. Hansı oksid adi şəraitdə qazdır? Birinci bizə alüminium oksid verilib. Alüminium oksid bilirik ki, tərkibində alüminium var. Alüminium metaldır, bərk haldadırsa, deməli bunun da oksidi bərk halda olacaq. Bizdə isə şərtdə qazlar soruşur, ona görə A variantını çıxıram. D variantında dəmir 3 oksid verilib, yəni ferium 2O3. Burada da ferium, dəmir bərk haldadır. Təbii ki, oksid də bərk halda olacaq. C variantında atıram. E variantında silisium dioksid, silisium O2 olaraq yazılır. Bu da qumdur. Qum da bilirik ki, bərk haldadır. Ona görə E variantında atıram. D variantında mis 2 oksid verilib, yəni kuprum oksid. Kuprum da metaldır, bərk haldadır. Yəni bunun da oksidi bərk halda olacaq. D-ni də atıram. B variantında isə azot dioksid, yəni NO2 verilib. NO2 isə bilirik ki, qaz halındadır. Deməli, doğru variant olacaq B variantı. 77-ci suala baxıram. Hansı birləşmələrdə hidrogen atomlarının sayı bərabərdir? Baxıram, birinci birləşmədə ümumilikdə 5 dənə hidrogen var. Yəni CH3-də 3 dənə və NH2-də 2 dənə, ümumilikdə 5 hidrogen buradadır. Bir dəqiqə. 5 hidrogen buradadır. İkincidə CH3 mötərizənin içindədir. Xaricində 2 var. Yəni 3-ə 2-yə vururam 6 və bir də NH-da bir dənə hidrogen var. Onun da üstünə gəlirəm 7 dənə hidrogen ikincidədir. Üçüncüyə baxıram. C3H7NH2-də ümumilikdə gördüyünüz kimi 9 dənə hidrogen var. Dördüncüdə isə C2H5NH2-dir. 5 və 2 ümumilikdə 7 dənə hidrogendir. Eyni olanlar gördüyümüz kimi 2, 4 doğru cavab B variantı. Keçirəm 78-ci suala. 78-ci sualda deyilir ki, 5 litr karbon dioksid almaq üçün neçə litr etanı yandırmaq lazımdır? Bunun üçün heç etanı yandırmağa ehtiyac yoxdur. Çalışın ümumiyyətlə bu tipli suallarda vaxt itirməmək üçün genetik əlaqə üsulundan istifadə edəsiniz. Genetik əlaqə nədir? Yəni sizə verilən maddələrdən istifadə edib əlaqə qurursunuz. Yəni məsələn burada bizdən etan və karbon dioksid verib. Birinci etanı yazırsınız. Gəlin ümumi sizin üçün reaksiyanda yazım. Etanın yanması üstünə oksigen gəlirik və bir də karbon qazı ilə su ayrılır. Amma bunu yazmağa imtahanda ehtiyac yoxdur. Birbaşa C2H6-dan CO2-yə keçid edə bilərsiniz. Yəni əgər sizdən baxırsınız ki, yəni burada 2 karbon varsa, deməli bu CO2-nin də qarşısına 2 düşməlidir. Yəni 1-in 2-yə nisbətində olmalıdır. Əgər 5 litr karbon dioksid almaq üçün veribsə sizə, bu da 1-in 2-yə nisbətində olduğuna görə, deməli bu da 2,5 olmalıdır. 2,5 litr olmalıdır ki, 2,5-dən 5 alınsın. İstəsəniz islah da eləyə bilərik. Baxın, hər ikisini apardığımız zaman 2-nin 1-ə nisbəti qalır. Deməli, doğru cavab olacaq 2,5, yəni D variantı. Keçirəm 79-cu suala. Kalsium ionunun elektron formuluna hansı halogen ionunun elektron formulusu ilə eynidir? Kalsium 20 və 2 müsbət yazılıb. Bilir 2 müsbət olduğu zaman çıxırıq. Yəni 20-dən 2 çıxırıq, 18 olur. Baxıram ki, şərtdə hansı 18-də, baxın 9-dur, üzərində mənfidir. Deməli, burada üstünə 1 gələcəm, olacaq 10, bu deyil. B variantında 53-dür, üstünə mənfidir, 54 olacaq, bu da deyil. C variantında 17-dir, üstündə 5 mənfidir, olacaq 12, bu da deyil. E variantında 35-dir, üstü mənfidir, olacaq 36, bu da yanlışdır. Amma D variantına baxın. D variantında 17-dir və üstü mənfidir. Yəni üstünə 1 gələcək, bu da olacaq 18. Baxın, hər ikisi 18, deməli doğru variant olacaq D variantı. 80-ci suala baxıram. Hansı maddə özünə hidrogen birləşdirir? Demişdik ki, alkanlar tam doymuş olduğuna görə özünə hidrogen birləşdirə bilməz. Ümumiyyətlə birləşmə reaksiyasına girmir. Propan alkandır, metan alkandır, etan alkandır. Eten təbii ki, alkendir, hidrogenləşəcək. Baxın, etenin gəlin açıq formulunu yazaq. Bilir ki, C2H4-də açıq formulu da belədir. Əgər bunun üstünə hidrogen gəlsək, pir abitəsi olduğuna görə hidrogen gələcək, pir abitəni qıracaq və buradan da C2H6, yəni etan alacaq. Bu da olacaq, özünə hidrogen birləşdirəcək. Doğru cavab olacaq B variantı. Gəlin D variantına da baxaq. Metanol. Metanol bilirik ki, CH3OH-dır. Yəni metil spirtidir. Metil spirti də heç vaxt özünə hidrogen birləşdirə bilməz. Deməli, doğru cavab oldu B variantı. Keçək 81-ci suala. Temperatur artdıqca hansı sıradakı hər iki maddənin suda həll olması azalır? Deməli, bizim seçəcəyimiz maddələr elə bir aqreqat halda olmalıdır ki, həmin maddələr temperaturla tərs asılı olsun. Yəni, temperatur artırsa, suda həll olma azalmalıdır. Bu da təbii ki, qazlar olacaq. Bunu məntiqlə də düşünə bilərsiniz. Məsələn,
Duzu soyuq suda həll etmək daha asan olar, yoxsa isti suda? Təbii ki, isti suda. Yəni demək, temperatur artdıqca bərklərin suda həll olması daha da artar. Amma bizə deyir ki, həll olma azalır. Məsələn, qaz. Məsələn, kola soyuducuda olduğu zaman daha qazlı olur, yoxsa çöldə olduğu zaman? Təbii ki, soyuducuda olduğu zaman. Yəni temperatur azaldıqca qazların həll olması daha artır. Bunu bu cürdə yadda saxlaya bilərsiniz. Deməli, əgər temperatur artdıqca həll olma azalırsa, deməli bunlar qazlardır. Cavablardan qazları seçirik. Natrium xlor bərk haldadır. Bunu atıram. CO2H22O11 disaxariddir, bərk haldadır. Yəni şəkər düşünün bunu görəndə. Bunu da atıram. B variantında natrium nitrat var, çili şorası. Təbii ki, bu da bərk haldadır. Natrium var, metaldır. A variantında da yenə şəkər var, bunu da atıram. C variantında isə həm amonyak, həm də H-xlor qaz halındadır. Doğru cavab C variantı. Keçirəm 82-ci suala. Metalın nisbi atom kütləsini müəyyən edin. Deməli, parçalanaraq oksid əmələ gəlib və bir də CO2 əmələ gəlib. Deməli, bu parçalanan bunun karbonatı olub ki, oksidinə və bir də karbon qazına parçalanıb. Və biz metalın oksidindən görə bilirik ki, metal ekvivalentlidir. Çünki əgər yəni metal oksiddirsə, deməli bu da ekvivalentli, bu da ekvivalentli olub ki, bunlar gedib və indekslərinə heç bir şey düşməyib. Deməli metal burada ekvivalentlidir. Bunu tapırıq birinci. Biz də bilirik ki, H2CO3-dən əgər biz H2-ni ayırırıqsa, burada CO3 2 mənfi iyonu qalır və ekvivalentli olur. Əgər biz buna metalı birləşdirsək, deməli heç bir indeksinə heç nə düşməyəcək, çünki hər ikisi ekvivalentlidir. Həmin bu karbonat duzu parçalanır, metal oksid əmələ gətirir və bir də CO2 əmələ gəlir. Əmsallaşdırmağa ehtiyac yoxdur, çünki əmsallar doğrudur. CO2-ni də verib bizə 4,4 qram, baxın şərtdə verib. Metal oksidini isə x qram verib. Burada karbon qazının emerini görə bilərsiniz ki, 44 qramdır. Yəni əgər bu 4,4 qramdırsa, deməli bundan istifadə olunub 0,1 mol. Əgər baxın bu reaksiyada 1-in 1-ə gedir axı, bu 1 olanda 1 olub. Deməli metal oksidindən də 0,1 mol alınmalıdır. Burada isə baxın şərtdə bizə 10 qram verib, yəni maddənin kütləsini verib, yəni karbonatın kütləsini verib, karbonat duzunun 10 qram verib. Gördüyünüz kimi bu da 1 mol olduğuna görə, yəni hamısı 1-in 1-ə nisbətində getdiyinə görə reaksiya, deməli bu da 0,1 mol olacaq. Əgər bunun 0,1 molu 10 qramdırsa, deməli 1 molu da 100 qramdır. Yəni ümumi normalda maddənin kütləsi 100 qramdır. 100 qram parçalanıb biri 44 əmələ gətiribsə, demək ki, bu birisi də 56 qramdır ki, bunların cəmi 100-ə bərabər olsun. Bizə deyilir ki, metalın nisbi atom kütləsini müəyyən edin. 56-nı seçə bilməzsiniz, çünki 56 tapdığımız metal oksidin kütləsidir. Metal oksidin kütləsini bərabər eləyəcəm 56-ya. Oksigenin baxın ayrım verib 16-dır. Metalı bilmirəm, x deyirəm və bərabər edirəm 56-ya. X-i də buradan tapıram ki, 40-dır. Doğru cavab olacaq B variantı. Keçirəm 83-cü suala. Metan havada yandıqda hansı maddələr əmələ gəlir? Metan bilirik ki, alkandır və alkanlar da yandığı zaman həmişə karbon qazı və su əmələ gəlir. Deməli, doğru cavab olacaq Y variantı. Keçək 84-cü suala. 84-də deyilir ki, hansı sırada bir atomlu bəsit maddələr göstərilmişdir? Ümumiyyətlə, bir atomlu bəsit maddələr nəyə deyilir? Bunu ilk öncə deyəm. Məsələn, əgər biz bir maddə qeyd ediriksə və indeksində 2 varsa, məsələn, bu azot ola bilər, oksigen ola bilər, yod ola bilər, yəni bu cür maddələr çoxdur. Əgər indeksində 2 varsa, demək ki, bu 2 atomlu bəsit maddələr əmələ gətirir. Yox, məsələn, silisium, kuprum bu cürdürsə, yəni indeksində 1-dir, heç bir şey yazılmışsa 1-dirsə, demək ki, bir atomlu bəsit maddələr əmələ gətirib, yəni bu yolla rahatlıqla tapa bilərsiniz. Məsələn, A variantına baxıram. A variantında oksigendir, o 2 şəklində yazılır, 2 atomludur. A-nı atıram. B variantında da oksigen var. Y variantında azot var, N2 şəklində yazılır. D variantında azot N2 şəklində yazılır. Deməli, doğru cavab olacaq C variantı. Qeyd edeyim ki, arqon və helium hər ikisi 8-ci qrup elementlərinə aiddir. 8-ci qrup elementlərinə də təsirsiz qazlar və ya nəcib qazlar deyilir. Onlar, yəni 8-ci qrup elementlərin hamısı həmişə bir atomlu bəsit maddələr hesab olunacaq. Keçirəm 85-ci suala.
Baxın, burada maqnezium, OH və xlorid yazılıb. Maqnezium bilirik ki, normalda ikinci qrupda yerləşdiyinə görə 2 valentlidir və bu 2 valentliyinin biri OH-dır. Çünki OH da 1 valentlidir, xlor da 1 valentlidir. Biz də bilirik ki, əgər bu 2 valentlidirsə, məsələn, maqnezium oksid yazılır. Çünki hər ikisi 2 valentlidir. Bunlarda islah gedir və indekslərinə heç bir şey düşmür. Amma burada maqnezium OH xloriddə maqnezium 2 valentlidir. Sanki onun bir valentini OH-a verir, bir valentini də xlora verir. Ona görə bizim burada valentlikləri deməyə ehtiyacımız yoxdur. Maqnezium hidroksid təbii ki, səhvdir. Çünki burada xlor var. Xlorun adı mütləq çəkilməlidir. Y variantı yanlışdır. A variantında maqnezium hidroxlorid verilib. Bu da təbii ki, yanlışdır. Çünki hidrogenə deyilir. Amma OH-a hidroksid deyilir. C variantına baxın. Maqnezium hidrokso, yəni OH xlorid. Doğru variant C variantı. Keçirəm 86-cı suala. Nə üçün NH4H2PO4 kompleks gübrə adlanır? Yadınızda qalsın ki, kompleks gübrə odur ki, bir gübrənin tərkibində 2 və ya daha çox qida elementi olsun. Onu da qeyd edeyim ki, 3 dənə qida elementimiz var: azot, fosfor və kalium. 2 qida elementi olduğu üçün doğru cavab olacaq A variantı. Keçirəm 87-ci suala. Bu tənlik məlumdursa, karbonla X birləşməsini qızdırdıqda hansı maddələr alınır? Bilirik ki, SO2 qatı sulfatla reaksiyadan sonra alına bilər. SO2 alına bilər, H2S alına bilər və bir də sulfid kükürt alına bilər. Yəni SO2, H2S və kükürt alına bilər. Aktivlərdən hər zaman H2S alınır. Pozitivlərdən hər zaman SO2 alınır, yəni qatı sulfatla olan reaksiyalarından. Amma orta aktivlərdə hər üçü alına bilər. Yəni bunların hər üçü reaksiyanın sonunda alına bilər. Kuprumda bilirik ki, pozitiv metaldır və qatı sulfatla SO2 verir. Deməli, X-i buradan tapıram ki, qatı sulfatdır. Və bizə deyir ki, karbonla X birləşməsini qızdırdıqda artıq X-i tapdıq ki, qatı sulfatdır. İndi isə karbonun qatı sulfatla olan reaksiyasını yazıram. Bunda yəqin ki, bilirsiniz, karbon qazı alınır, CO2 alınır və bir də su alınır. Deməli, doğru cavabımız olacaq C variantı. Keçirəm 88-ci suala. Sadə formulları SH2-yə uyğun olan maddələr sırasını göstərin. Gəlin baxaq. Elə təbii ki, cavab C variantıdır. Çünki C-yə baxsaq C2H4-dür. Sadə formullar SH2, yəni SH2 demir bizə. Sadəcə sadə formulların CH2-yə gətirmək olur. Yəni, məsələn, burada C2H4-dürsə, mən bunun indekslərini 2-yə bölsəm, burada qalar CH2. Eyni zamanda C3H6-da hər ikisini 3-ə bölsəm, H-ın yerində qalar 2 və olar CH2. Amma məsələn, digər variantlara baxaq. B variantında bəli, C2H4-da 2-yə bölüb CH2-yə gətirə bilərik. Amma C3H8 gördüyünüz kimi bölünmür. Y variantında C2H6 2-yə böləndə CH3 verir bizə, amma bizdən CH2 soruşur. Bu da ola bilməz. D variantında CH4 onsuz da bizdən CH2 soruşur. A variantında C3H6 bəli 3-ə bölə bilərik, CH2 alınır. C4H10 isə 2-yə bölünür və C2H5 əmələ gəlir. Yəni CH2 alına bilməz. Və onu da qeyd edeyim ki, niyə C variantı doğrudur? Yəni məsələn C2H4 bir dəqiqə. C2H4-dü və bir də C3H6-da, yəni hər ikisini belə məsələn C3H6-nı 3CH2 kimi, bunu isə 2CH2 kimi yaza bilərik. Yəni qarşılarına əmsal yazaraq eyniləşdirə bilərik. Çünki bunu məsələn əmsalı indekslərə vursaq nə edəcək? C2H4. Bunu da əmsal indekslərə vursaq olacaq C3H6. Gördüyünüz kimi hər ikisi alınır. Yəni bu bunun qısa formullarıdır. CH2-dir demək deyil. Doğru cavab oldu C variantı. Keçirəm 89-cu suala. Hansı qaz atmosferi çirkləndirir? Təbii ki, oksigen qazı bilirik ki, tənəffüsümüz üçün vacib olan qazdır. Atmosferi çirkləndirmir. Eyni zamanda bilirik ki, havanın 78%-ni azot təşkil edir. Yəni bu da çirkləndirmir, amma bəli, xlor atmosferi çirkləndirir. Doğru cavab olacaq yalnız 3 variantı. Yanmaya kömək edən qazı göstərin. Bunu hər halda izah eləməyə də ehtiyac yoxdur. Təbii ki, oksigendir. Çünki bütün karbohidrogenləri də yandırdığımız zaman, məsələn, metanı, etanı, propanı bu vaxta kimi bir neçə reaksiya yazmışıq. Hamısında, yəni
oksigen reaksiyasını yazırıq, sonda isə karbon qazı ilə su alınır. Təbii ki, oksigen. Keçirəm 91. Hansı nitratın parçalanmasına bəsit maddə alınmır? Bunu oxuyan kimi ağlınıza NH4NO3 gəlsin, digərləri gəlməsin. Çünki natrium NO3 və kalium nitrat, bunlar hər ikisi bilirik ki, aktiv metallardır və bunların parçalanmasından buradan natrium NO2 və oksigen alınır. Buradan da kalium NO2 və bir də oksigen alınır. Ona görə B ilə D-ni atıram. Y variantında kuprum normalda pasiv metaldır, yəni passivlər kimi parçalanmalıdır. Passivlərin parçalanmasında da sonda metal özü alınır, NO2 alınır və bir də oksigen alınır. Amma yadınızda qalsın, litium və bir də kuprum. Bu iki metal, litium və kuprum bu iki metal istisnadır. Yəni litium aktiv olsa da orta aktiv kimi parçalanacaq, litium nitrat, kuprum da pasiv olsa da orta aktiv kimi parçalanacaq nitratları. Yəni bu kuprum nitrat, kuprum çıxmayacaq buradan, kuprum oksid çıxacaq, NO2 çıxacaq və bir də oksigen çıxacaq. Bəsit maddə gördüyünüz kimi alınır, oksigen. Amma C variantda passivdir. Dediyim kimi passivlərdə metal özü çıxır, NO2 çıxır və bir də oksigen çıxır. Yəni buradan da alınacaq. Amma A variantında NH4NO3, bunu keçən dəfə dinamika izahında da demişdim. Bir var NH4NO3 və bir də var NH4NO2. Bunların hər ikisinin parçalanmasını əzbər bilməliyik və bunun da çox asan bir üsulu var. Baxıram ki, hər ikisində eyni qədər azot var. Hər ikisindən azot çıxarıram. Sonra baxıram ki, hər ikisində hidrogen və oksigen var. Hər ikisindən də bir dənə su çıxarıram. Bir dənə bu reaksiyaların fərqi ondadır ki, baxıram ki, bunlarda fərqli olan nə var? Bir dənə burada NH4NO3-də oksigenin sayı 3-dür, burada da 2-dir. Onda həmin 3 olan NH4NO3-də gətirib inkinin yerinə bir dənə oksigen qoyuram. Bununla da iş bitir. Yəni gördüyünüz kimi NCO və su alınır. Hər ikisi mürəkkəb maddədir. Doğru cavab olacaq A variantı. 92-yə baxıram. Orta fosfat turşusunun hansı duzunda metalın oksidaşma dərəcəsi müsbət 3-dür? Təbii ki, A variantında. Çünki baxın yazın metal 2, HPO4, 3. Bilirik ki, ümumiyyətlə bu nəyin qalğıdır? H3PO4-ün qalğıdır və H3PO4 HPO4 halına gəlibsə, bu o deməkdir ki, 2 hidrogen itirib. 2 hidrogen itilibsə, deməli bu 2 valentlidir. Bu 2 valentlidir və indeksinə də gördüyünüz kimi 2 düşüb. Deməli metalda 3 valentlidir. 3 valentlidirsə, oksidaşma dərəcəsi də müsbət 3-dür. B variantına baxıram. B variantında H3PO4 deməli, əgər 3 hidrogen itirib PO4 halına gəlibsə, deməli bu 3 valentlidir və indeksinə də gördüyünüz kimi üst düşdüyünə görə deməli metalda 1 valentlidir. Oksidaşma dərəcəsi də müsbət 1-dir. C variantına baxıram. H2PO4-dür. Deməli H3PO4 H3PO4-dən H2PO4-ə gəlibsə 1 hidrogen itirib. Bu da o deməkdir ki, 1 valentlidir. İndeksində isə 2 var. Deməli metal özü 2 valentlidir, müsbət 2-dir. Bizdən müsbət 3 soruşur. D variantında H3PO4 3 valentlidir, PO4 metal isə 2 valentlidir, yenə müsbət 2 olacaq. Y variantında H3PO4 H2PO4-ə gəlibsə, deməli 1 hidrogeni itirib bu olacaq 1 valentli. Deməli metal özü də 1 valentlidir, yəni müsbət 1-dir. Y variantında atıram. Doğru cavab oldu A variantı. 93-cü suala baxıram. Gördüyünüz kimi C2H2 burada asetlendir, üstünə su gəlinib, civə duzlarının katalizatoru altında. Bunu yadınızda saxlayın ki, asetlenin su ilə reaksiyası Kucherov reaksiyasıdır. Adını yazıram bura. Kucherov reaksiyasıdır. İmtahanlarda çox düşür. Gəlin elə bunun açıq formada reaksiyasını yazaq. Üstünə su gəlirik. Mütləq civə duzlarını qeyd edirik. Çox məşhur bir reaksiyadır bu ümumiyyətlə. Sonda da asetaldehid alınır. Bu reaksiyonu əzbər bilməliyik. Deməli, doğru cavab olacaq asetaldehidi və yaxud da sirkaldehidə deyilir. Doğru cavab olacaq D variantı. Hansı qazların normal şəraitdə sıxlığı eynidir? Bu o deməkdir ki, hansı qazların ayərləri eynidir? Onu bilməliyik, daha doğrusu emirləri. Baxıram ki, CO hesablayıram. Bir karbon var, bir oksigen. Deməli, 12-nin üstünə 16 gəlirəm. Bu bərabər olur 28-ə. Keçirəm ikinciyə. 2 karbon var. Karbon özü, baxın yuxarıda ayrı 12-dir. 12-ni vururam 2-yə və üstünə gəlirəm. Hidrogen özü 1-də ayrı. İndeksində 2 var. 1-i də 2-yə vururam. Deməli, bu da bərabər olur 26-ya. Yəni, bu şəkildə digərlərini də hesablayıram. Karbon özü 12-dir. İndeksinə vururam 24. Hidrogen də 4. Cəmi olacaq 28. C2H6-da da 12-dir. İndeksinə vururam 2, 24. Üstünə 6 gəlirəm 30.
Sıxlığı eynidir. Deməli, hər ikisi 28-dir. 1 və 3 doğru cavab olacaq. Y variantı. Keçirəm 95-ci suala. Amoniakın alınma reaksiyasıdır deyir. Bu reaksiyadan 276,6 kilojol istilik ayrılmışsa neçə litr azot sərf olunmuşdur? Elə burada yazacağam mən bunu. Birinci şərtdə nə verilirsə, ümumiyyətlə bu tip suallarda birinci şərtdə veriləni qeyd edirik. Yəni 276,6 kilojol ayrılması üçün x litr azot sərf olunur. Amma baxın şərtdəkinə kimi 92,2 alınması üçün isə nə qədər sərf olunub? Baxın şərtdə var. 1 mol azot sərf olunub, yəni 22,4 litr. Bir dəqiqə. X litr, burada isə 22,4 litr. Bu da təbii ki, bölsək, burada bərabər olacaq 67,2. Deməli, doğru cavab olacaq B variantı. Keçək 96-cı suala. Sualda deyilir ki, A plus B deməli C alınıb. Bu reaksiyanın sürəti 0,2 mol bölü litr vur saniyədir. Bu B maddəsinin ilkin qatlığı 5 mol bölü litrdir. Neçə saniyədən sonra B-nin qatlığı 3 mol bölü litr olar. Təbii ki, bunu düstura əsasən yazırıq. Bizim homogen sürət üçün belə bir düsturumuz var idi ki, V homogen bərabərdir delta C bölünsün delta T. C də bilirik ki, qatlıqların fərqidir, delta da dəyişmədir. Burada gördüyünüz kimi ilkin qatlığı bizə verilib 5, yəni C1-i 5 verib. Neçə saniyədən sonra B-nin qatlığı 3 mol bölü litr olar deyirsə, deməli sonundakı qatlıq budur, 3 mol bölü litrdir, C2 də 3-dür. Delta da dediyimiz kimi dəyişmədi, yəni 5-dən 3-ü çıxacam, 2-ni yazacam delta C-nin yerinə. Delta T-ni bizdən soruşur, deyir neçə saniyədən sonra şərtdə soruşur, öncə delta T-ni olduğu kimi saxlayacam. Və homogen, yəni sürəti də şərtdə verilib, burada 0,2 yerinə qoyacam. Delta T də buradan bərabər olacaq 10-a. Doğru cavab olacaq A variantı. Keçirəm 97-ci suala. Hansı maddənin 0,2 mol tam dissosiasiya etdikdə daha çox ion alınar? Təbii ki, burada ionlarının sayına baxırıq. Yəni istəyir 0,2 mol olsun. Yəni bu mol bizdə önəmli deyil. Bəlkə də onu çaşdırmaq üçün qoyublar. Yəni 1 mol deyə bilər, 5 mol deyə bilər, 10 mol deyə bilər. Onun fərq etmir. Yəni bizə əsas lazım olan bir maddədə neçə ionun olduğudur. Təbii ki, nə qədər mol çox olsa, bir o qədər də çox çıxacaq. Məsələn, A variantına baxıram. 3 dənə natrium ionu var. Baxın, burada PO4-ü 4 dənə saya bilməzsiniz. PO4 özü bir iondur və bu, yəni mötərizədə yazsaq bir dənə iondur. Yəni 3 dənə ion natriumdadır, bir dənə də bunda. Yəni ümumilikdə 4 dənədir. Sonra keçirəm D-yə. Bir dənə feriumdur, 3 dənə də xlordur, yəni 4 dənə. İon dedikdə yəni kationlara və bir də anionlara baxırıq. Yəni burada atomların sayını hesablamırıq. B-də baxıram ki, 2 dənə natrium var. SO4-dən də mötərizəyə alsam, bir dənədir, yəni 3 dənədir. C variantına baxıram, NO3 gördüyümüz kimi bir dənədir. Bir dənə də kaliumdur, yəni 2 dənə. Y variantında da elə baxın, özləri mötərizəyə alınıb. 2 dənə alüminiumdur, 3 dənə də SO4 iondur. Yəni ümumilikdə 5 dənə. Deməli, doğru cavab olacaq Y, ən çox 5-də oldu. Yəni bu molu çaşdırmaq üçün qoyulub. 10 molda deyə bilər, 20 molda deyə bilər, o fərqi yoxdur. Keçək 98-ci suala. Asetilinin formulu nəzəri sualdır, şifahi sualdır. Təbii ki, C2H2 alkindir. Doğru cavab olacaq D variantı. 99-a baxıram. Hansı halda natrium xlordakı ionların yükü düz göstərilib? Təbii ki, natrium bilirik ki, müsbət yüklü iondur. Ona görə müsbətdir. Xlorda anion olduğuna görə mənfi olacaq. Natrium müsbət, xlor mənfi. Doğru cavab B variantı. Son sualımıza keçirik. Dəmirin paslanması hansı prosesdir? Bunu metallar dərsində öyrənəcəksiniz. Dəmirin paslanması korroziya adlanır. Doğru cavab olacaq D variantı. Bu günlük bu qədər. Çalışacağım bundan sonra qəbullardan da sizin üçün videolar çəkib paylaşam. Gələn videolarda görüşənədək sağ olun.